Salam dəyərli izləyicilər. Maraqlı bir sualın həllini sizinlə bölüşmək istədim. Sual ekranda görünür. 1 üstəgəl 2-nin kvadratında 1, üstəgəl 3-ün kvadratında 1, üstəgəl 4-ün kvadratında 1, üstəgəl nöqtələr, yəni sonsuz sayda belə toplananlar var. Bərabərdir 6-da pi kvadratı olarsa, 1 üstəgəl 3-ün kvadratında 1, üstəgəl 5-in kvadratında 1, üstəgəl nöqtələr, üstəgəl 2-nin çıx 1-in kvadratında 1, üstəgəl nöqtələr, yəni sonsuz sayda yenə toplananlar var. Cəmi nəyə bərabər olar? Sualı həll etməmişdən öncə sual üzərində müəyyən məsələlərə aydınlıq gətirək. Deməli, verilmiş ifadəyə fikir verdikdə görürük ki, birinci bərabərlikdə bərabərliyin sol tərəfi sonsuz sayda toplananlardan ibarətdir. Sağ tərəfi isə sonlu ədəddir. Digər tərəfdən, həmin toplananların xüsusiyyətinə fikir versək görərik ki, surətləri vahidlərdən ibarət olan, məxrəcləri isə bütün natural ədədlərin kvadratlarından ibarət olan adi kəsirlərin cəmi göstərilmişdir. Yəni, sual yaranar ki, 1-i necə düşünək? 1, 1 böl 1-in kvadratı deməkdir. 1-i 1 böl 1-in kvadratı düşünəndə, yəni bu 1-in yerinə 1 böl 1-in kvadratı düşünəndə, görünür ki, verilmiş kəsirlərin məxrəci natural ədədlərin kvadratı, surətlər isə 1-ə bərabərdir. Qiyməti soruşulan cəmdə diqqət yetirsək görərik ki, deməli, surəti yenə vahidlərdən ibarət olan, məxrəc isə tək ədədlərin kvadratlarından ibarət olan adi kəsirlərin cəmidir. Bizə verilmiş ifadədən istifadə edərək, müəyyən çevirmələr apararaq, qiyməti soruşulan ifadəni tapmaq olar. Bunun üçün verilmiş ifadəni köçürürəm və üzərində toplamanın qruplaşdırma qanunundan istifadə edərək müəyyən çevirmələr aparacağım. 1 üstəgəl 2-nin kvadratında 1, üstəgəl 3-ün kvadratında 1, üstəgəl 4-ün kvadratında 1, üstəgəl nöqtələr. O da bərabərdir. Məxrəcləri tək ədədlərin kvadrat olan kəsirləri 1, cüt ədədlərin kvadrat olan kəsirləri 1 qruplaşdıraq. Onda alarıq ki, 1 üstəgəl 3-ün kvadratında 1, üstəgəl 5-in kvadratında 1, üstəgəl nöqtələr, üstəgəl 1 böl 2n çıx 1-in kvadratında 1, üstəgəl nöqtələr. Mötərizə bağlanır, üstəgəl, ikinci mötərizədə alarıq. 2-nin kvadratında 1, üstəgəl 4-ün kvadratında 1, üstəgəl, nəhayət, üstəgəl 2n-in kvadratında 1, üstəgəl nöqtələr bərabərdir. Yazdığımız ifadəyə diqqətlə fikir versək, görərik ki, birinci mötərizə qiyməti axtarılan ifadədir. Yəni, bizdən bu ifadənin qiyməti soruşulur. Elə bizdə də birinci mötərizə həmin ifadəni göstərir. Onda mən həmin ifadəni A ilə işarə etsəm, deməli, birinci mötərizənin qiyməti A-ya bərabər olar. O da bərabərdir. A üstəgəl, ikinci mötərizədən 4də 1-i ortaq vuruq olaraq mötərizə xaricinə çıxarsaq, alarıq ki, 4də 1 vur, 1 üstəgəl, deməli, 1 üstəgəl 2-nin kvadratında 1, üstəgəl 3-ün kvadratında 1, üstəgəl, nəhayət, üstəgəl 2n mötərizə kvadratında 1-i 4n kvadratında 1 yazdıqdan sonra 4də 1-i ortaq vuruq çıxaranda qalar n kvadratında 1, üstəgəl nöqtələr. Aydın məsələdir ki, bizim əvvəlcə yazdığımız birinci ifadə, bu ifadə bərabər idi pi kvadratı böl 6-ya. Göründüyü kimi, aldığım ifadədə yenə birinci ifadə var. Bu ifadə yenə bizə verilən bu ifadədir. Deməli, onun yerinə pi kvadratı böl 6 yazmaq olar. Onda alaram ki, A üstəgəl 4də 1 vur, pi kvadratı böl 6
bərabərdir pi kvadratı böl 6-ya. Buradan da alaram ki, a bərabərdir pi kvadratı böl 6 çıx pi kvadratı böl 24. O da bərabərdir 24-də 4 pi kvadratı çıx pi kvadratına. O da bərabərdir 24-də 3 pi kvadratına. O da bərabərdir sürət və məxrəci 3-ə ixtisar etdikdə 8-də pi kvadratına. Deməli, qiyməti axtarılan ifadə a ilə işarə olunmuşdur. A bərabərdir 8-də pi kvadratına. Bizdən isə a-nın qiyməti soruşulurdu. Cavab B variantı. 8-də pi kvadrat.